ermənilərlə sülh prosesini təşəbbüs edənlər var. Yəni Azərbaycan rəhbərliyi, siyasi rəhbərliyi bildirib ki, sülh müqaviləsi imzalanmalıdır. Amma sülh müqaviləsi imzalanması demək deyil ki, ermənilər mücadilə açmaq lazımdır. Bəziləri, yəni bu məsələ ilə bağlı bir müddət əvvəl bizim mövqeyimiz olmuşdu, cəmiyyətə ciddi reaksiyadır. Orada dəstək oldu, çoxlu yüksək səviyyədə dəstəklər, say, keyfiyyət baxımından hamıda dəstəklər yaxşıdır. Təzədən görürsən ki, kimsə yenə də ermənilərlə öpüşüb bunu paylaşır və yaxud ki, hansısa telekanal erməni nümayəndəsini dəvət edir ki, Azərbaycanca danışır, Azərbaycan orada dilində hansısa veriliş açıblar, nə kanal açıblar, nə ediblər. Yəni bunların heç birinə ehtiyac yoxdur. Biz qalib bir millətik, qalib dövlətik, mövqeyimiz də ortadadır. Regionda biz də deyirik ki, hər bir müharibə sülhlə bitir. Heç kəs müharibə tərəfdarı deyil. Biz də başa düşürük ki, müharibə yaxşı bir şey deyil. Biz müharibə təbliğatı aparmırıq ki. Əksinə biz deyirik ki, erməniləri yaxına buraxmaq lazım deyil. Ocaq başına keçirmək lazım deyil. Bizim böyük sərkərdəmiz, xanımız, siyasi xadimimiz Cavad xan həyat yoldaşlarından biri erməni idi. Astagül. Astagül'ün qardaşı revazı çıxartmışdı ocağın başına, bütün məsələ onunla məsləhətləşirdi. Sonda da Ruslar Gəncənin üzərinə yeriyəndə arxadan zərbə vurdu. Bütün sirlərini verdi Ruslara. Bu da ermənilər mahiyyətidir. Yəni 100 il, 200 il ərzində bunlarda ancaq xəyanət görmüşük. Onu yaxına buraxmaqla əksinə biz onların bizə qarşı növbəti bir təxribatını, növbəti müharibəsinin şərait yaradırıq. Nə qədər uzaqda olsalar biləcəklər ki, bizdən çəkinmək lazımdır, qorxmaq lazımdır, bizə yaxın gəlməsinlər. Ona görə də yaxına gəlmək, qucaqlaşmaq onlar üçün həmin o xəyanət üçün şərait yaradır. Arxadan bizə zərbə vurmalar üçün şərait yaradır. Ona görə biz deyirik ki, məsafədə saxlamaq lazımdır. Divarın o tərəfində yaşayırsan, qonşusan, qonşuyla sən salamlaşmaq da istəmirəm. Çünki sən naqis bir tayfasan, toplumsan. Məsələnin mahiyyəti bundan ibarətdir. Heç kəs də bundan inciməsin. Bugün kimlərsə ətəyini, balağını əlinə alıb ermənilərlə dostluğa qaçırsa və təşəbbüs edirsə, mən isə verəm ki, onlar düşmənə xidmət edir. Kimlərsə ermənilərlə carçı, dostluq, sülh danışığı olmaq istəyir. O mövqeyini dayandırmalısınız. Biz obyektiv şəkildə deyirik və Qarabağ Təşkilatı bu mövqedə həmişə çıxış edibdir. İndi də mövqeyimizi mən əsaslandırmaq məcburiyyətinə qaldım ki, başa düşməyənlər də düşsünlər.